Salam dəyərli dostlar, hər vaxtınız xeyir. Çox vacib bir mövzu ilə bağlı bugün bir müraciət eləmək istəyirəm sizlərə, bir çağırışda bulunmaq istəyirəm, bir çağırış eləmək istəyirəm hamınızdan. Bildiyiniz kimi Güney Azərbaycan, Azərbaycanın güney mövzusu çox həssas bir mövzumuzdur. Çox həssas yerimizdir. Ən yaralı mövzularımızdan biridir. Bugün Güney Azərbaycanda Urmiya çox böyük təhlükə altındadır. Yəni Urmiya gölünü qurutdular. Artıq bütöv Urmiyadan gedir söhbət. Bütöv Urmiyaya aiddir mövzu. Bütöv Urmiyanı əlaqədar edir. Bax, dediyim bu təhlükə. Yəni biz bugün səsimizi çıxarmasaq, səsimizi duyurmasaq bütün dünyaya Qarabağ kimi Urmiyanı da itirəcəyik. Dərbənd kimi Urmiyanı itirəcəyik. İrəvan kimi, Göyçə kimi və digər ərazilərimiz kimi Urmiyanı da itirəcəyik. Və sonradan Urmiya bizim üçün yaralı bir tarixə dönəcək. Yeri ağrıdan yaralı bir tarixə dönəcək. Bu olmasın deyə bugün səsimizi çıxarmağı sizdən hamınızdan xahiş edirəm və videonun altından bir link paylaşacağım. O linkə keçib səs verin. Düşmənlərimiz tətikdə və düşmənlərimiz artıq Urmiyanı bizdən qoparmaq üçün çox kiçik bir məsafə qalıb. Çox az bir məsafə qalıb ki, Urmiyanı bizdən qoparsınlar. Urmiyanı Azərbaycandan, bütöv Azərbaycandan qoparmaları üçün çox qısa bir məsafə qalıb. Buna yol verməyək dostlar. Yeni bir Qarabağı yaşamamaq üçün, yeni bir Dərbəndi, yeni bir Göyçəni, İrəvanı, bütün itirilmiş digər ərazilərimiz kimi yeni bir ərazi, yeni bir itki, torpaq itkisi yaşamamaq üçün, Urmiyanı itirməmək üçün çox xahiş edirəm. Nə qədər çox tanıdığınız, bildiyiniz hər kəsə göndərin, o linkdən səs versinlər Urmiyanı itirməməyimiz üçün. Düşmənlərin, o murdar düşmənin Urmiyanı bizdən qoparmaması üçün o linkdən keçib səs verin, çox xahiş edirəm. Sağ olun, Allah'a əmanət olun, günləriniz gözəl və xoş olsun.